ümid edirəm ki, 2026-cı ilin sonuna qədər əvvəllər də qeyd etdiyimiz kimi hədəfimiz Ağdam şəhərinə 20 minə yaxın əhalinin köçünü təmin etməkdir. Bilirsiniz ki, şəhərin baş planına uyğun olaraq 40-cı ilə qədər şəhərdə 100 min əhalinin olması planlaşdırılır. Ağdam şəhərinin 4-cü ən böyük şəhər olması planlaşdırılır. Biz bu hədəfə doğru irəliləyirik. As the World's More Sustainable Cities Organization, we standing for not only just the discussion part, but also moving forward and try to implement like pilot project implementation, move to the feasibility studies. So we believe that discussions is just the beginning, and we hope that this will bring a good stepping stone for the city and the government to move with real projects. And if I may just say, in Azerbaijan, this got really pioneering work when it comes to urban reconstruction. And they did not only leave it by that, but they initiated an urban transformation process that is nationwide, with a new urban agenda together with UN Habitat. So I think this is really an amazing experience for Azerbaijan, but for us as experts as well.